O dəniz ayrılır məsələsi var ha. Hı. Adam əsla düşünür ki, əsla dəniz ayrıla bilməz. Elə belə söhbət eləyək. Hı. Yəni səncə niyə belə düşünülür? Yəni niyə əsla ayrıla bilməz? Sadəcə doğulduğu andan etibarən bu şeyin əksini görməyib. Amma əksini görməməyimiz bu şeyin imkansız olduğu anlamına gəlmir. Əsasən bax, bu dediyimiz şeylər var da, imkansız, bu ola bilər, bu normaldır. Bax, bu şeylər 3 kateqoriyaya ayrılır. Ha bunu ayıraq, bunu yaxşıca ayıraq da. Nə ola bilər ehtimal daxil, nə əsla sıfır ehtimaldır. Bax, varlıqlar qavram cəhətdən 3-yə bölünür. Vacib, mümkün, bir də mümtəni. Yəni varlığı mümkün olmayan. Mümkün dediyimiz şeylər. Deyək ki, normalda 4 ayaqlı qoyun görürük zaten bu belədir. Mümkündür və olur. Yəni niyə qoyun 5 ayaqlı olmasın? Belə də ola bilərdi da. Yəni 4 ayaqlı qoyun vacib deyil də, mümkündür. Vacib deyil, mümkündür. Mümkün kateqoriyasında. Mümkün kateqoriyasında. Dəvə quşu deyək ki, uça bilmir, düzdürmü? Uçan dəvə quşu olsa, qanadları çox böyük olsa, bu mümkündür. Mümkündür. Pingvin, uçan pingvin, bu da mümkündür. Yaxşı, çəhrayı rəngdə 5 metrlik qarışqan mümkündür. Niyə mümkün deyil ki? Yəni zaten onu yaradan 1 santim yaradıbsa, onu 5 metrdə yarada bilər. Yaxşı, Xəzər dənizinin bu an etibarı ilə bəkməz olması mümkündür, amma bu ehtimalı belə dəyərləndirmirik də. Məsələn deyək ki, yox, buradakı mümkün kateqoriyasına salırsan yoxsa vacib? Mümkün. Mümkün kateqoriyasında. Yəni bəkməz və su arasında yaradılış cəhətdən heç bir fərq yoxdur. Rahatdır. Bəli. Amma bax belə bir şey var da, deyək ki, səhər durdun gördün ki, şəhər hər yer islanıb. Burada müxtəlif variantlar var da. Ya deyəsən bələdiyyə bütün yolları sulayıb. Bəli. Yağış ya da deyəsən ki, yağış yağır. İkisi mümkündürmü? Bəli. Mümkündür, hər ikisi. Mümkündür, amma hər kəs deyir ki, yağış. Yəni o bələdiyyənin yolları sulama, yəni Bakı şəhərinin hər yeri, bütün kəndlərə etibarən. Bakı şəhərinin hər yerini bələdiyyənin sulama ehtimalı orada nəzərə alarsan, ümumiyyətlə ona bir almazsan. Amma mümkün kateqoriyasına gedir bu da. Üçbucağın yarısının üçbucaqdan böyük olması. Əsla mümkün deyil. Mümkündür. Xeyr, əsla mümkün deyil. Tortun 2 ehtimal deyil, yəni burada nə qədər ehtimal ata bilmirsən. 10 dilimli tortun 2 diliminin tortun bütün hissəsindən böyük olması. Mümkün deyil. Çünki o da onun tərkibindədir. Dilimi nə qədər böyütsən, o tort da böyümüş olur. 2 dənə düz xəttin, kəsişməyən düz xəttin ortaq nöqtəsi. Mümkün deyil. Mümkün deyil. Hə. Atanın oğuldan kiçik olması. Əsla mümkün deyil. Mümkün deyil. Asıl. Yəni insanlarımız, bizim toplumda olan insanların çoxu necə fikirləşirlər? Biz dediyimiz məsələn də, sən dedin Xəzər dənizinin birdən-birə bəkməz olması. O şeyi o mümkün olmayan, imkansız kateqoriyasında qiymətləndirirlər. Əslində bütün problem burdadır. Yəni bu həddi aşsalar insanlar, o mümkün olan və mümkün olmayan kateqoriyalarını yaxşı ayıra bilsələr, orada əslində insan çox böyük bir irəliləyiş. Yaxşı, sual verirəm. 3 bucağın 4 bucağı olması. Necə? 3 bucaqlının eyni anda 3 bucaqlı olduğu zaman da Yox. Eyni anda bir şeydir bu. Mümkün deyil. Yox. Yaxşı, mən sənə suallar verəcəm, sən kateqoriyaya ayırd elə. Yaxşı, odunun 3 saniyəyə ilana çevrilməsi. Mümkündür. 3-ün 5-dən böyük olması. Mümkün deyil. Bir şeyin səbəbinin olmaması. Mümkün deyil. Göydən televizor enməsi. Mümkündür. Yaxşı, 3 yaşında uşağın 5 saniyəyə 70 yaşlı vəziyyətə bir nənəyə dönməsi. Mümkündür. Mümkündür. Orada zaman sadəcə zaten 3 yaşlı uşaq 70 ilə 70 yaşlı vəziyyət çevrilir. Orada zaman sadəcə bizi aldadır. Biz elə bilik ki, zaman keçirsə demək bu belə olmalıdır. Halbuki o zaman keçdikcə onu biri belə eləyir. 70 ildə eləyə bilən biri niyə 3 saniyədə eləyə bilməsin? Yəni bizə görə Allah eləyir onu. Adama görə də nə eləyir bunu? Adama görə də atomlar öz arasında olur. Müəyyən müddətdən sonra bu belə olur. Sadəcə bu həmişə təkamülün gətirdiyi bir təbii prosesdir, vəssalam. Amma adama görə də mümkün də bu. Madəm atomlar 70 ilə bunu eləyir. olur, niyə olmasın 3 saniyə? Qısa zamanda da eləyə bilər. Məsələn, adam fərqli kainatlarda, çox da bax o fərqli kainatlarda onu dəyərləndirir o imkanı. Amma burada bunu dəyərləndirmir. Məsələn, torpaqdan insan olar deyir. Amma başqa bir yerdə etiraz edir ki, sonsuz kainatlar var və bu sonsuz kainatların birində də mütləq olmalıdır. Yəni hər ehtimal dəyərləndirir orada. Birində də torpaqdan Adəm çıxıb, mütləq deməlidir. Birində də göydən qoç enib, birində də nə bilim dəniz ayrılıb. Məsələn, bunu qəbul eləyir. Yəni onlara hər şey. Bəlkə o kainat bu kainatdır. Məsələn, belə bir etiraz etsən nə deyəcək adam? Onlara demək hər şey mübah, bizdə günah. Hə, məsələ odur da. Məsələn, adam orada qəbul edir, bizə qəbul eləmir. İmam Qazali deyir ki, biri gəlib mənə desə ki, peyğəmbərliyimi qəbul elə, deyəcəm möcüzə göstər. Əsanı yerə atsa, əsa ilan olsa. Deyəcəm, tamam, peyğəmbərsən. Desə ki, onda bu dediyimi qəbul elə. Cənnət var. Deyəcəm, nə var ki, cənnət? Yəni mümkün kateqoriyasında cənnət kimi bir yer mümkündür. Yəni bu dünyadan daha gözəl bir yer. Desə ki, onda bu dediyimi də qəbul elə. 3 ondan böyükdür. Deyir, onu əsla qəbul etmək olmaz. Nə olsun ki, yəni bu əsla mümkün kateqoriyasına girmir. Bunu ağıl kökündən rədd eləyir. Çox maraqlı ayrım eləyir.